Gümüş plakamız geldi. Gördüğünüz kimi YouTube'dan plaka gelip 100.000 olduğumuza göre. Baba üstünde yazıb ki, Kids Blogger Mir Hüseyin 100.000 abone olduğumuza göre YouTube'dan. Baba bu da bize veriblər ki, yəni sərəncam veriblər ki, ya baba bu bizə sizə veririk, nəyə görə biz 100.000 falan biz sizə bunu bilirik. Biz bu YouTube kanalını 10 il əvvəl açmışıq. 10 il bilirsiniz nədir? 10 ildir bu plakanı gözləyirdik və sonunda gəldi. Biz bunu başardıq. Gördüyünüz kimi əlimdə 100.000'lik plaka var və bu bizə məxsusdur. 10 il ala, 10 il bir ikidi mən bir 10 il gözləyirəm. Məzazı məndə olur, 10 il səndir, 10 ildir gözləyirik. Amma biz bunu 10 il, həqiqi mənada 10 ildir biz bunu gözləyirik. Bəli. Buradan hər kəsə təşəkkür edirik. Gidib yorum yazanlara, like atanlara, olsun giz yorum yazanlara, onlara da təşəkkür edirik ki, esamasa yorum yazsınlar. Amma hamıya təşəkkür edirik ki, yəni bugün bizim 100.000 olmağımızda, bu plakanı, gümüş plakanı almağımızda hamısını da olur. bəli. Amma pis söz yazanlara, pis şərh yazanlara elə də böyük təşəkkür edirəm. Mən təşəkkür edirəm. Atam olsa blok eləyir, yəni Zafət edirəm, pis söz yazanlara mən təşəkkür edirəm. Amma ki, girib samballı söz yazsınız, normal sual verirsiniz, niyə sizi blok edirsiniz? bəli. Girib orada ağzından sən yazsınız, bu edirəm. 100.000 abone olmağımızda en böyük rolu olan videomuz Taksi Şoför Tofiqdir bax, Taksi Şoför Tofiq. Ona bir söz neçə 100.000 baxışlar Taksi Şoför Tofiqlərə. 200.000, 300.000, yarım milyon. 100.000 olmaqda TikTok'a da borcluyuq. Çünki TikTok'da elə videolar olurdu ki, partladırdı. Məsələn, taksi şoförü Tofiq. Parkda əylənirdik. Bir də uşaq yaxınlaşdı ki, sən o taksi şoförü Tofiqdəki qız deyilsən, sən də o oğlan. Yəni TikTok'a da təşəkkür edirik. TikTok'dan YouTube səhifəmizə abunəçilər gəlməyə başladı. Videoların çəkilməsində babamıza xüsusi təşəkkürümüz var. İdeya verib, öz maşınını verib, taksi şoförlər Tofiqi o maşınına çəkib, babamızın maşınına. Deməli, ideya verib, maşınını verib, nə bilim, kamerasını verib, əlavə improvizələr verib, aktyor kimi taksi şoför Tofiq 12 idi, 14 idi, orada oynayıb. O da indi ən çox baxılan taksi şoförlər sırasında 3-cü yerdə 400.000'dir, 350.000'dir. Yəni ona da super təşəkkür. Bəli, ona görə də Baba, doktor. bu arada atamıza da böyük təşəkkürlər. Çünki hər dəfə, yəni hər video çəkəndə ata deyirdi ki, gəlin video çəkək də. Yəni biz tənbəllik edirdik, deyirdik yox, axot yoxdur. Amma atamızın sayəsində ən böyük birinci Allah, ikinci atam, üçüncü abunəçilərin sayəsində 100.000'ə ulaşdıq. Mən özümə də təşəkkür edirəm ki, yəni videolarda mən də düşünürəm ki, mən də rolum. Məsələn, taksi şoförü Tofiqlərdə biz indiyə qədər neçə taksi şoförü Tofiq çəkmişik. Biz taksi şoförü Tofiqdən tanışdıq. Çünki onu çəkməsəydik biz 100.000 olan mənzik. İndiyə qədər 20 dənə, yoxsa 22 dənə Tofiq çəkmişik. Ən böyük əziyyəti biz çəkmişik. Ən böyük bəhrəsində bizi aldıq. Bir də ki, bu videoya mütləq girin, yorum yazın. Bir başa düşün də, siz sevinirsiniz, yoxsa ağlayırsınız. Mən başa düşməyəm, video çəkirik, heç nə deyirsən ki, bir yorum, nə bilim, təbrik edirəm yazıb deyirik. Biri üvey atıb. Bir də o yazır. Mən nə bilim başqalarına, 100.000 abunəçilər birinin yerinə mediasiyasını bilir. Girin yorumları yazın ki, başa düşün siz nə hisslərsiniz. Və bir də bunu demək istəyirəm ki, YouTube bizə məktub göndərib. Sərəncam göndərib. İndi bunu qısa ingiliscə və Azərbaycanca tərcüməsini oxuyacağam. Do you remember your first subscriber? Deyir ki, birinci abunəçinizi xatırlayırsınız. Your hundreds, deyir 100-cünü xatırlayırsınız. Or your 1000 subscribers, birinci abunəçinizi xatırlayırsınız. Change are you do. And we know that you will definitely remember you 100,000 subscriber. Deyir ki, biz bilirik ki, sən 100.000-ci abunəçisini xatırlayırsan, çünki biz bunu belə etdik. Yəni YouTube'a da böyük təşəkkürlər. Thank you YouTube for everything.